İllər sonra Məryəm tez-tez fikirləşəcəkdi ki, əgər o vaxtlar sürücünün sözünə baxıb daxmalarına qayıtsaydı, görəsən onun həyatı necə keçəcəkdi. Amma o qayıtmadı. Bütün gecəni Cəlilin evinin yanında keçirdi. Göylər qaralır, kölgələr hər yanı bürüyürdü. Qulluqçu qadın kasada ona bişmiş düyü, bir parça çörək gətirdi. Məryəm dedi ki, istəmir. Qulluqçu kasanı onun yanında yerə qoyub getdi. Ara sıra küçədən ayaq səsləri gəlir, qapılar açılır, astadan salam kalam sözləri eşidilirdi. İşıqlar yandı, hardasa it hürdü. Məryəm aclığa dözmədi. Kasadakı düyünü çörəyi yedi. Bağlarda cırcıralmalar oxumağa başladı. Göy üzündə solğun ay işığında buludlar axıb keçirdi. Səhər oyananda gördü ki, kimsə onun üstünə bir adyal atıb. Sürücü onu oyadırdı. Yaxşı, bəsdir, oyun çıxarma, daha get evinizə. Məryəm gözlərini ovuşdurdu. Boynu kürəyi ağrıyırdı. Mən onu gözləyəcəyəm. Mənə baxın, Cəlil xan dedi ki, sizi dərhal evinizə aparım. Bu saat, başa düşürsünüz? Cəlil xan belə deyir. Sürücü maşının arxa qapısını açdı. Biya, tez ol, maşına otur dedi. Mən onu görmək istəyirəm, Məryəm dedi. Qızın gözlərindən yaş axmağa başladı. Qoy səni evinizə aparım, doktorcan. Gəl gedək. Məryəm qalxıb ona tərəf yeridi, amma son anda səmti dəyişib darvazanın açıq qapısına tərəf qaçdı. Hiss etdi ki, sürücünün əli onun çiynindən tutmaq istəyir. Amma qurtuldu və həyətə girdi. Bir an sonra o artıq Cəlilin həyətində idi. Parıldayan şüşə divarlar arxasında hansısa bitkilər əkilmişdi. Hər yanda ağac dirəkdən asılmış üzüm tənəkləri, o yanda boz daşla üzlənmiş balıq hovuzu, meyvə ağacları, al-alvan gül kolları. Və birdən yuxarıda ikinci mərtəbənin pəncərəsinə gözü sataşdı. Orada kiminsə üzü göründü. Yalnız bir anlığa, ötəri göründü. Amma bu an bəs idi. Bu bircə an Məryəmə bəs idi ki, pəncərədə təəccübdən geniş açılmış gözləri, açıla qalmış ağzı görsün və tanısın. Sonra pəncərədəki üz itdi. Tələsik endirilən pərdənin arxasında yox oldu. Sonra kiminsə əlləri qızın qoltuğundan tutub, ayaqlarını yerdən üzdü. Məryəm çırpındı. Ciblərindən daşlar töküldü. Onu maşına aparıb, arxada soyuq dəri oturacağa əyləşdirənə qədər qız çırpınır və ağlayırdı. Sürücü yavaşdan, lap pıçıltı ilə danışır, onu sakitləşdirməyə çalışırdı. Məryəm onu eşitmirdi. Bütün yol boyu ağladı, ağrıdan, dərddən, ümidsizlikdən hıçqırdı və hıçqırdı. Çox utanır, xəcalət çəkirdi. Gör necə axmaq olub. Cəlillə görüşməyə hazırlaşırdı. Hicabı paltarının rənginə uymadığı üçün çox narahat olurdu. Heyrata qədər piyada gəlmişdi. Qayıtmaqdan necə vaz keçdi, sahibsiz itlər kimi küçədə necə də gecələdi. Axı Nana demişdi, Nana onu xəbərdar etmişdi. Düzünü demişdi ona. Bəs indi anasının gözlərinə necə baxacaq? Məryəm pəncərədə gördüyü üzü unuda bilmirdi. O Məryəmin küçədə yatmasına razı olmuşdu. Küçədə. Qız üzü qoylu maşının dəri oturacağına uzanıb yenidən hönkürdü. Üzünü qaldırmaq istəmirdi. Heç kimin onu görməsini istəmirdi. Düşündü ki, yəqin bütün Herat bundan xəbər tutub. O, özünü necə rüsva edib. Heyf ki, Molla Feyzulla yanında deyildi. O, qızın başını dizinə qoyub sakitləşdirər, təskin edərdi. Birazdan yol dağa qalxmağa başladı. Maşın çətinliklə gedirdi. Onlar Heratla Güldamın arasındakı yolu yara etmişdilər. İndi Nanaya nə deyəcək? Necə üzr istəyəcək ondan? Onun üzünə necə baxacaq? Maşın dayandı. Sürücü Məryəmə düşməyə kömək etdi. Mən kömək edərəm sənə, astadan qıza dedi. Onlar dikə qalxan cığırla üzü yuxarı yeriyirdilər. Cığırın hər iki tərəfində şirəli sarmaşıq otları bitmişdi.
Orada burada sayrışan yabanı çiçəklərin ləçəklərində aralar vızıldaşırdı. Sürücü onun əlini tutub çayı keçməyə kömək etdi. O biri sahildə Məryəm əlini çəkib özü getməyə başladı. Sürücü danışırdı ki, tezliklə ildə 120 gün səhərdən axşama qədər əsən məşhur Herat küləkləri başlayacaq. Sonradakı ağcaqanadlar aman verməyəcək. O qəfildən dayandı, Məryəmin qabağını kəsib əlləri ilə onun gözünü tutmağa başladı. Qarşısını kəsməyə, qızı gəldikləri tərəfə geriyə qaytarmaq istədi. Qayıt geri, yox, baxma, üzünü çevir və qaç buradan. Amma o gecikmişdi. Məryəm hər şeyi gördü. Külək söyüdləri yelləyir, başını aşağı salmış budaqları hərdən pərdə kimi tərpədirdi və aralayırdı. Məryəm ağacın altındakı tükürpədici mənzərəni gördü. Çevrilmiş stol, hündür budaqdan asılmış kəndir, Nananın kəndirdən asılmış meyidi. Nananın meyitini Güldaman kəndinin qəbristanlığında dəfn etdilər. Məryəm qadınlar arasında Bibicanın yanında dayanmışdı. Molla Feyzulla bir yanda durub Yasin oxuyurdu. Kişilər Nananın meyitini qəbrə salladılar. Dəfindən sonra Cəlil Məryəmi daxmaya apardı. Onların arxasınca gələn adamların gözündə dərd çəkən, qayğıkeş, mehriban ata rolunu oynadı. Məryəmi çarpayısına uzadıb yanında oturdu. Canı dildən üz gözünü yelpiklədi, əlini alnına çəkdi. Sonra ayağa qalxıb qızının şeylərini bir çamadana yığdı. Üz gözünə hüzn ifadəsi verib təkrar soruşurdu ki, sənə bir şey lazım deyil ki? Molla Feyzullanı mənim yanıma çağır, Məryəm xahiş etdi. Hə, əlbəttə, o həyətdədir, bu saat çağıraram, dedim. Molla Feyzullanın arıq, çəlimsiz vücudu qapıda görünəndə Məryəm həmin gün ilk dəfə ağladı. Ah, Məryəmcan, o Məryəmin yanında oturdu və onun yanağını sığalladı. Ağla Məryəmcan, biraz ağla, utanma. Amma qızım yadında saxla. Quran deyir ki, hər şeyin ixtiyarı əlində olan Allah ucadır və uludur. O hər şeyə qadirdir. Bizi sınaqlara çəkmək üçün həyatı və ölümü yaradan odur. O yenilməz qüvvət sahibidir və bağışlayandır. Quran həqiqəti deyir qızım. Hər sınağın, hər dərdin bir səbəbi var. Qoy Allah sənə yardımcı olsun. Hər şey onun əlindədir. Amma Məryəm Allahın sözlərində təsəlli tapmırdı. Həmin gün tapmırdı. Onun qulaqlarında yalnız Nananın sözləri əks verirdi. Nananın dedikləri, sən getsən mən ölərəm, sadəcə ölərəm. Qızın göz yaşları dayanmaq bilmirdi. Axıb Molla Feyzullanın xal-xal olmuş əllərinin kağız kimi ağ solğun dərisini isladırdı. Evə qayıdarkən Cəlil maşının arxa oturacağında Məryəmlə yanaşı oturmuş, qolunu onun çiyninə aşırmışdı. Sən mənimlə yaşaya bilərsən, Məryəmcan. Demişəm bir otaq hazırlasınlar. Sənin üçün. 2-ci mərtəbədə. Elə bilirəm xoşuna gələcək. Pəncərələri də bağa açılır. İlk dəfə atasına Nananın qulaqları ilə qulaq asdı. Əvvəllər gizlədirmiş. Sözlərinin bütünlükdə saxta və yalan olduğunu indi üzə çıxarırdı. İndi onu görməyə gözü yox idi Məryəmin. Maşın Cəlilin evinin yanında dayananda şofer onlar üçün maşının qapısını açdı, yük yerindən Məryəmin çamadanını düşürdü. Cəlil qızın çiynindən tutub 2 gün qabaq Məryəmin bütün gecə onu gözləyərək yanında yatdığı həmin qapıdan həyətə girdi. 2 gün qabaq onda bu bağda Cəlillə yanaşı gəzməkdən başqa Məryəm dünyada heç nə istəmirdi. 2 gün içində həyat necə də alt-üst oldu. Boz çınqıl döşəmiş cığırla yeriyir, baxışlarını yerdən ayıra bilmirdi Məryəm. Bilirdi ki, bağda adamlar var. Astadan nə isə danışır. Onlara yol verirdilər. Onların nəzərlərini öz üzərində hiss edir, pəncərədən baxdıqlarını sezirdi. Evə daxil olanda da Məryəm başını aşağı salmışdı. Ayaqları altında 8 göşəli, sarı göy naxışları olan tünd qırmızı rəngli xalça sərilmişdi.
Gözlərinin ucu ilə heykəlciklərin ayaqlarını, vazaların aşağı hissəsini, divardan asılmış xalının nəfis saçaqlarını görə bilirdi. Eynilə bu cür bir xalça da onların yuxarı qalxdığı geniş pilləkənlərə sərilmişdi. Pilləkənin başında Cəlil sola buruldu. Onlar uzun xalça döşənmiş koridordan keçib getdilər. Atası qapıların birinin qabağında ayaq saxlayıb onu açdı və onlar içəri girdilər. Bacıların Nilüfər və Ati hərdən bu otaqda oynayırlar, dedi Cəlil. Amma ümumiyyətlə bu otaq qonaqlar üçün nəzərdə tutulur. Sənin üçün burada rahat olacaq. Yaxşıdır, yox? Çarpayının üstündəki yaşıl güllü adyalın üzü arı şanının naxışlarını xatırladırdı. Pərdələri də eyni naxışlar bəzəyirdi. Pəncərədən bağın füsunkar mənzərəsi açılırdı. Çarpayının yanında üstündə gül vazası olan 3 siyirməli komod qoyulmuşdu. Divarlar boyu rəflər düzülmüş, divarda Məryəmin tanımadığı adaların şəkilləri asılmışdı. Rəflərin birində Məryəm eyni rəngli, eyni formalı, bir-birinə oxşar, amma müxtəlif ölçülü ağac kuklaların düzüldüyünü gördü. Kuklalar biri o birindən kiçik olmaqla böyükdən kiçiyə doğru düzülmüşdü. Cəlil Məryəmin baxışlarını tutub dedi. Bunlar matryoşkadır. Moskvadan gətirmişəm. İstəsən götürüb oynaya bilərsən. Heç kim sənə heç nə deyə bilməz. Məryəm çarpayıda oturdu. İndi sənə bir şey lazım deyil ki, Cəlil soruşdu. Məryəm uzandı, gözlərini yumdu. Birazdan eşitdi ki, atası yavaşca qapını örtdü. Məryəm bütün gün otaqdan çıxmır, bircə ayaq yoluna düşürdü. İlk dəfə qapını onun üzünə açmış, dodağı düymə rəsimli qulluqçu qız padnosda ona yemək gətirirdi. Quzu ətindən kabab, səbzi, aş, şorba. Məryəm demək olar ki, heç nə yemirdi. Cəlil gündə neçə dəfə ona baş çəkir, çarpayıda yanında oturur, onu narahat edən bir şeyin olub-olmadığını soruşurdu. Sən bütün ailə ilə aşağıda nahar edə bilərsən, Cəlil bir dəfə dedi. Desə də inanmırdı. Məryəm dedi ki, yox, ayrıca yesə yaxşıdır. Cəlil tələsik razılaşdı. Pəncərədən həyətə baxanda Məryəmin istər-istəməz maraqla müşahidə etdiyi və hər şeydən çox görmək istədiyi Cəlilin hər gün işə getməsi və gəlməsi idi. Qulluqçular ora-bura vurnuxur, bağban kolların başını vurur, ağacları suvarırdı. Həyət qapısına tez-tez uzun, par-par parıldayan maşınlar yaxınlaşır, maşınlardan kostyum, çapan ya da qaragül papaqlar geyinmiş kişilər, hicablı qadınlar, saçları səlqə ilə daranmış uşaqlar düşürdü. Məryəm görürdü ki, Cəlil qonaqlarla necə görüşür, əlini sinəsinə qoyub onların arvadlarına necə təzim edir, salamlaşır, başa düşürdü ki, Nana hər şeyi düz deyib, o burada yad idi. Bəs mən harada yad deyiləm, indi nə etməli, deyə Məryəm düşünürdü. Daxmanın ətrafındakı söyüdləri yalayıb keçən külək kimi qızın vücudunu intihasız qara-qura fikirlər çulğayırdı. Cəlilin evində olduğu ikinci gün onun yanına balaca bir qız gəldi. Mən buradan bir şey götürməliyəm, dedi. Məryəm çarpayıda oturub adyalı ayaqlarının üstünə çəkdi. Balaca qız otaqdan keçib şkafın qapısını açdı, oradan kvadrat şəkilli boz bir qutu götürdü. Bilirsən bu nədir? Qız qutunun ağzını açdı. Bu qramofondur, qramofon. Onun üstündə val oxudurlar, musiqiyə qulaq asırlar. Sənin adın Nilüfərdir, 8 yaşın var, deyə Məryəm soruşdu. Balaca qız gülümsündü. Eynən Cəlil kimi gülürdü. Çənəsi də onun kimi batıq idi. Sən hardan bilirsən? Deyə qız soruşdu. Məryəm çiyinlərini çəkdi. Necə desin ki, bir zaman balaca bir daşa bu qızın da adını vermişdi. Mahnıya qulaq asmaq istəyirsən? Qız soruşdu. Məryəm yenə çiyinlərini çəkdi. Nilüfər qramofonu şəbəkəyə taxdı. Qutunun qapağı altından vala oxşar bir şey çıxartdı. Fırlanan diskin üstünə qoyub iynəni aşağı endirdi. Musiqi səsləndi. Bu mahnını eşitmisən? Soruşdu.
Məryəm cavab verdi ki, yox. Bir İran filmindəndir. Atamın kinoteatrında baxmışam o filmə. Sən kinoya baxmaq istəyirsən? Məryəm dinməmiş Nilüfər əllərini alnına döşəməyə qoyub, ayaqlarını yuxarı qaldırdı, başı üstə dayandı. Sən belə eləyə bilirsən? Soruşdu Məryəmdən. Yox, Məryəm cavab verdi. Nilüfər ayaqlarını aşağı salıb durdu, kürəyindən koftasını aşağı çəkdi. Mən öyrədərəm sənə. Qız pörtmüş üzündən saçlarını yığdı. Sən burada çox qalasan? Soruşdu. Bilmirəm, Məryəm cavab verdi. Sən demisən ki, mənim bacımsan. Amma anam belə demir, dedi. Mən heç vaxt belə şey deməmişəm, Məryəm yalandan dedi. Anam deyir ki, demisən. Amma bacımsan ya yox, mənim üçün fərqi yoxdur. Məryəm yerində uzandı. Mən yorulmuşam, dedi. Anam deyir ki, sənin ananı cin tutub. O da özünü öldürüb. Bəsdir, onu da söndür. Məryəm qıza sarı döndü. Musiqini deyirəm. Həmin gün Bibican onu yoluxmağa gəldi. O gələndə yağış yağırdı. Ətli canlı arvad özünü çarpayının yanındakı stola yıxıb, üz gözünü turşutdu. Bu yağışlı hava ayaqlarımın düşmənidir, Məryəmcan. Lap öldürür məni. Bir bura gəl görüm, Bibicanın yanına. Gəl qızım, ağlama ancaq. Zavallı balam, necə dərddir ilahi. Tifil neyləsin, deyə qadın öz-özünə deyinirdi. Həmin gecə Məryəmin gözünə yuxu getmədi. Pəncərədən qaranlıq göylərə baxdı. Birinci mərtəbədəki ayaq səslərini, pəncərəni döyəcləyən yağışın şırıltısını, evə gələn qonaq qaranın divarın o üzündəki boğuq danışıq səslərini eşidirdi. Ürgüləmək istəyirdi ki, aşağıdan qışqırıq səsləri eşitdi. Birinci mərtəbədə kimsə hirslə, qəzəblə danışırdı. Ayırd edə bilmədi. Sonra çırpılan qapı səsini eşitdi. Səhəri gün Molla Feyzullah ona baş çəkməyə gəldi. Köhnə dostunu, onun ağsaqqalını, mehriban, dişsiz təbəssümünü görən kimi Məryəmin gözləri yenidən yaşardı. Çarpaydan dik durdu, tələsik onun qabağına yüyürdü. Mollanın əlini öpdü, Molla da onun alnını öpdü. Ona oturmağa stul verdi. Molla əlindəki Quranı Məryəmə göstərib kitabı açdı. Elə bilirəm ki, dərslərimizə davam edəcəyik, deyə soruşdu. Bilirsiniz, Molla sahib, mən daha dərs oxumaq istəmirəm. Siz mənə illər ərzində Quranın bütün surələrini və ayələrini öyrətmisiniz. Molla Feyzullah gülümsündü. Əllərini yuxarı qaldırdı. Mən təslim, dedi. Yaxşı yerdə tutdun məni. Bəs sənə dəyməyə nə bəhanə tapım, dedi. Bəhanə zad lazım deyil. Sadəcə gəlin, vəssalam. Sən mənə qarşı çox mehribansan, Məryəmcan. Molla Quranı ona verdi. Öyrətdiyi kimi qız Quranı 3 dəfə öpdü. Hər dəfə də alnına yapışdıraraq. Sonra onu şəriət müəlliminə qaytardı. Necəsən qızım? Molla Feyzullah soruşdu. Dözməyə çalışıram, demişdi ki, boğazında daş kimi bir şey ilişib qaldı Məryəmin. Daxmadan getməzdən qabaq onun mənə dediyi sözlər elə hey yadıma düşür. Deyirdi ki, bu yerdə Molla Feyzullah onun sözlərini kəsdi. Yox. Əlini qızın dizinə vurdu. Sənin anan, Allah bağışlasın onu, narahat və bədbəxt qadın idi, Məryəmcan. O çox dəhşətli bir iş gördü. Özünə qıydı, sənə də. Allaha da xoş deyil bu. Allah onu bağışlayar, çünki o hər şeyi bağışlayandır. Amma Allah onun etdiyi ilə razı deyil. Həyat müqəddəsdir. Ona qıyan, özünün olsun ya başqasına fərqi yoxdur. Allahın nəzərində böyük günah sahibidir. Bilirsən, Molla Feyzullah stolunu yaxına çəkdi. Məryəmin əlindən tutdu. Sənin ananı sən hələ doğulmamışdan, kiçik yaşlarından tanıyırdım mən. Hələ o vaxtdan bədbəxt idi. Bu qara əməlin toxumu çoxdan əkilmişdi. Mən sənə görə qorxuram. Dediyim odur ki, sənin burada heç bir təqsirin yoxdur, qızım. Mən onun yanından getməməliydim, Məryəm dedi. Belə danışma, bu sözlərin faydası yoxdur, Məryəmcan. Məni eşidirsən, belə şeylər adama əzab verir. Sənin heç bir günahın yoxdur. Yoxdur deyirəm də. Məryəm başı ilə təsdiq etdi.
Çox istəyirdi ki, Molla Feyzullaya inansın, amma inanmırdı. Bir həftə keçdi. Bir gün Məryəmin qapısını döydülər. Uca boy, ağ bədənli, sarışın saçlı bir qadın içəri girdi. Onun uzun barmaqları Məryəmin gözündən yayınmadı. Mənim adım Əfsundur, qadın dedi. Nilüfərin anası. Gəl aşağı Məryəm, gəl yuyun, yanımızda otur. Məryəm dedi ki, yuxarıda olsa yaxşıdır. Nə, fəhmidir? Yox, başa düşmədim. Danışmalıyıq. Bu çox vacibdir.